Salam dəyərli altıncılar. Azərbaycan dili 2-ci hissə üzrə incəsənət və informasiya bölməsində olan mətn tapşırıqlarını izah ilə başlayırıq. Burada birinci sualımız belədir. Deyir ki, rəsm əsərinə diqqətlə baxın. Yəni sağdakı rəsm əsərindən söhbət gedir və hər bir obrazı və detalı nəzərdən keçirin. Burada obrazları görə bilirsiniz. Obrazlar var. Təsviri bir şəkildir. Aşağıdakı suallar əsasında tablonu, yəni şəkli təsvir edin, şərh edin. Yəni nəyə görə əsər belə adlanıb və bu ailə haqqında nə deyə bilərsiniz? Jest və mimikalarına görə obrazları, anana, bacına, qardaşı, iti, baş qəhrəmana görə, yəni oğlana görə qəhrəmana münasibəti haqqında fikirlər söyləyin. Yəni şəklə baxaraq bunun haqqında danışacaqsınız. Və burada diqqət et hissəsini verib, deyir ki, hər bir bədii əsər kimi incəsənət əsəri də insanları duyğulandırır. İncəsənət əsəri bu rəsm əsəridir və düşünməyə vadar edir. Bununla yanaşı bir çox əsərlər müəyyən dövr, həmin dövrün insanları haqqında məlumat verir. Bu əsərləri şərh edərkən oradakı detallara diqqət yetirmək lazımdır. Detallara görə müəllifin ötürdüyü məlumatı, informasiyanı müəyyən etmək olar. Bu rəsm əsərini şərh edək və əsəri adlandıraq. Belə bir şəkil təsvir olunub. Diqqət edək buna və bu şəkildə nə demək istəyir? Maraqlı bir təsvirdir. Demək, biz şəklə diqqət eləsək, şəkildə görərik ki, bir adam zəhmət çəkir. Yəni, iki obraz görürük də burada, düzdür. Bir adam zəhmət çəkir, bağının qayğısına qalır. Digər isə öz həyətinin məhsulunu yox, qonşunun almasını dərir, sağdakı. Və ağacların əkildiyi yer də bir diqqət çəkir. Birinci bağban ağaclarını divarın yaxınlığında əkib. İkinci bağban isə divardan aralı əkib. Meyvələrə diqqət eləyəndə soldakı bağbanın almaları artıq yetişib, qızarıb. Digərinki isə yetişmir, təzə yetişir. Deməli, birinci bağban daha zəhmət keçdi. Əl yaçıqdır, göz toxdur. İkincisi isə acgöz, oğru və ya tənbəldir. Müəllif bu iki obrazı qarşılaşdırır və ələyirə insanları tənqid edir. Yaxşılardan nümunə götürməyi bizə oxucuya tövsiyə eləmiş olur. Növbəti tapşırıq. Dərsin ikinci bölməsində kurqan haqqında öyrəndiklərinizi xatırlayın və kurqanlar daha çox hansı ərazidə yayılmışdır və kurqanlarda aparılan arxeoloji qazıntılar tariximiz üçün vacib olan hansı faktları aşkar edə bilər. Bu tapşırığa diqqət etsək, həqiqətində biz yəni tapşırıq əslində bir növ mətnə bir giriş xarakteri daşıyır. Siz ikinci bölmədə kurqan haqqında məlumat əldə eləmişsiniz və o məlumatları bir daha nəzər yetirirsiniz və müasir dövr üçün əhəmiyyəti haqqında düşünərək verilən suallara cavab verməklə öz fikirlərinizi çatdıra bilərsiniz. Növbəti bir müqayisəli mətn danışan ilmələrdir. Deyir ki, bu hissədə ilmə sözünün mənasını verir. Bir xalçalarda və başqa toxunma məhsullarda halqa şəkilli düyünlər nə adlanır? İlmələr adlanır. Siz mətnləri oxuyursunuz, mən təkrar oxumuram. Bir də sözün mənşəyi, buna deyirlər sözün etimologiyası. Nə deyirlər? Etimologiya, sözün yaranma yolu, yaranması, necə yaranır? Deyir, qədim türk sözü olan kurqan, qurmaq mənasına gəlir. Bu sözü bəzən qorunmaq, qala, corxana, qəbir sözləri əlaqələndirirlər və kurqan tikilərkən əvvəlcə yeri qazır, orada ağacdan kiçik ev, tabut düzəldirlər və mərhumun yanına onun əşyalarını qoyurdular və məzarın üstündə təpə salırdılar. Və indi bu mətnlə bağlı tapşırıqlarımıza diqqət edək. Söz boxçasında da yeni sözlər görəcəksiniz. Detal, artefakt, obyektiv, səyyar, damğa, ornament, nəbati və boy sözlərində görmək olar. Biz bu sözlərin, belə deyək də, hər bir mənası haqqında fikir yürüdə bilərik. Düzdür, detal nədir? Məsələn, deyir ki, filan mətndə hər bir detala toxunulub. Yəni, ən xırda, belə deyək ki, təfərrüata, hissəyə toxunulmuş olub. Artefaktı mətnə izah edərik. Obyektiv nədir? Obyektiv sözünə biz ümumi yanaşa bilərik də. Yəni,
tərəf tutmadan, bir tərəf mövqe, obyektiv nəticə, hadisələrə verilən obyektiv qiymət, qərəzsiz də deyə bilərsiniz. Səyyar nədir? Səyyar demək, hərəkət edən deməkdir. Gəzən, dolaşan, bir yerdə durmayan deməkdir. Boy fərqli-fərqli mənalarda ola bilər. Biraz mətndə də fərqli mənalardadır. Yəqin ki, biz mətndə o mənaya baxarıq. Çünki var orada. Sonra nəbati, buna baxmaq lazımdır. Buna baxmaq lazımdır. Yəni, nəbatat kimə deyirlər? Yəni, bitkiləri öyrənən alimə deyirlər də, düzdür? Ona görə də nəbati də nəbata aid olan, bitkidən alınan bitki mənşəli deməkdir. Bir də ornament, buna baxaq. Ornament nədir? Rəssamlıqda, heykəltaraşlıqda belə deyək, istifadə olunan bir termindir. Yəni, təkrarlanan həndəsi elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət bir naxışdır. Ornament bəzək, naxış kimi yadda saxlaya bilərsiniz. Damğa sözdə mətndə var, onu da biz ayrıca orada izah edərik. Bizə deyir ki, nə deyir? Demək, artefakt sözünün etimologiyası. Etimologiyanı verib. Yəni, artefakt nə deməkdir? Arte, süni, faktus düzəldilmiş. Yəni, arxeoloji qazıntı zamanı üzə çıxarılıb, aşkar edilib ki, insan fəaliyyətinin nəticəsi olan süni sürətdə yaradılmış əşya artefaktdır. Sonra, pazırıq kurqanlarından tapılmış hansı əşyanı artefakt, yəni süni yaradılmış hesab eləmək olmaz. Arabadır, süni yaradılıb, keçədir, süni yaradılıb, muncuqdur, xalçadır, bu insan əməyinin nəticəsidir. Amma insan və heyvan skeletləri süni yaradılmış əşya hesab oluna bilməz. Keçirik D tapşırığına. D tapşırığında nə deyir bizə? Demək, sözlərin izahlarını oxuyuruq. Hansı söz obyektiv sözünün antonimidir? Biraz əvvəl toxunduq, obyektiv, yəni qərəzsiz deməkdir. Pozitiv, müsbət emosiyadır, başqa bir şeydir. Effektiv, yaxşı səmərə verəndir. Subyektiv tək bir şəxsin fikridir. Obyektiv ümumi yanaşmadır. Subyektiv isə tək bir şəxsin fikridir. Yəni, fərdi düşüncələr desək daha doğru olacaq. Burada subyektiv və antonim, obyektiv sözlərini biz bir-bir ilə antonim kimi verə bilərik. Keçirik növbəti tapşırığımıza. Nəyə görə mətn danışan ilmələr adlanır? Əlbəttə ki, bu mətn incəsənət və informasiya bölməsinin əsas mahiyyətini açmaqdan ötürü məcazi məna adlanıb, yəni məcazi mənada verilib. Yəni, siz şagirdlərin diqqəti də məhz ilmələrin necə danışa bilməsinə yönəldilir. Həqiqətən bunlar danışa bilərmi? Əlbəttə ki, ilmə cansız varlıqdır və onun dili olmadığı üçün danışması da mümkünsüzdür və burada sözün məcazi mənasını müəyyənləşdirməyə diqqət eləməlisiniz və bu yöndə də öz biliklərinizi vurğulaya bilərsiniz. Mətndəki haşiyədə damğa sözü hansı mənada işlənir? Aha, buna da baxaq. Damğa sözü mətndə qədim türklərdə tayfaları bir-birindən fərqləndirən nişan və mühür mənasında işlənir. Dilimizdə damğa vurmaq, ləkələmək ifadəsi də var. Yəni, bu ifadəyə diqqət eləsək, yəni, məsələn, belə deyək də, damğa vurulduğu yerdən silinmir. Məsələn, bu xüsusiyyət cəmiyyətdə kimsə nüfuzdan düşməklə müqayisə olunur. Yəni, damğa sözünü çoxmənalı söz kimi biz artıq onun məcazi mənasını gördüksə, çoxmənalı söz kimi götürə bilərik. Boy sözünün izahlarına baxaq. Mətndə görə hansı mənası verilib? Mətndə də qəbilə, nəsil mənasında, yəni birləşmə mənasında işlədilib. İndi buradan A və B tapşırıqları verilib və onlara mən istəyərdim ki, A və B tapşırıqlarına diqqət yetirək. Nə deyir burada? Nə üçün xalçaya pazırıq adı verilir və bir də mətnə əsasən pazırıq xalçasındakı naxışların simvolik mənalarını biz izah edək. Və biz xalçanın adının, ərazinin adı ilə biz belə deyək də, götürüldüyünü müşahidə edə bilərik, belə adlandıra bilərik və bir də burada, məsələn, quyruğu düyünlü döyüş atını biz bunu şəhidlik zirvəsi ilə, yəni şəhidlik zirvəsinin bir simvoludur deyə bilərik.
Maral həyatın simvolu kimi verilə bilər. Nilüfər gülü də ümidi simvolizə etdiyini deyə bilərik. Yəni ümid nədir? Gələcəyə bir ümid nişini ilə bağlı. Sonra gəlir C tapşırığına baxaq. Nə deyir? Mətnə əsasən doğru olanlar və yanlış olanlar, bir də ehtimal olanlar. Doğru mətndə doğru olandır, yanlış veriləndir. Ehtimal da təxmindir, təqribi. Onda biz belə verək də, bir ikinci fikirlər mətnə görə nədir bunlar? Bir ikinci fikirlər doğrudur. 3, 4, 5 bunlar yanlış fikirlərdir və 6-cı fikirdə biz təxmin edə bilərik. Yəni bunu ehtimal edə bilərik. Keçirik düşün və cavab ver hissəsinə. Mətni yazmaqda müəllifin məqsədi nə ola bilər? Məqsəddən asılı olaraq mətnin növünü biz müəyyənləşdirməliyik. Əlbəttə ki, mətnin yazmaqda məqsəd belə deyə bilərik də biz. İlk olaraq biz bunu deyə bilərik məsələn, yəni mətn müəllifi xalçanın türk xalçası olduğu fikrini dəstəkləyir və mətn əgər məlumat verici mətn olduğuna görə bu arqumentativ mətndir də, məlumat verici mətndir, yəni informativ mətndir, düzdür? Yəni məlumat verir, bizlərə məlumat ötürür, aydındır? Bu formada yanaşmaq olar. Sonra keçirik növbəti D sxeminə baxaq. Nə deyir burada bizə? Boşluqları tamamlamaq. Bir dənə bu qlosar hissəsinə baxaq. Tezis nədir? Doğruluğu faktlarla sübut edilməli olan fikirdir. Yəni faktlar mətndə həmişə hazır olur. Amma bu tezis mətndə hazır olmur. Yəni mətndən fikir irəli sürülür, fikir yürüdülür. Siz onu mətndən seçdiyiniz faktlardan sübut edirsiniz. Fakt konkret anlayışdır. Bu tez isə ümumi anlayışdır. Aydındır. Məsələn, burada giriş problem və əsas tezisi özləri verib. İndi əsas hissədə arqument, birincinin tezisi və faktı verir. Görürsünüz, deyir, Pazırlıq ərazisi qədim türklərin məskəni olub. Bu ümumi fikirdir. Faktına baxın, nə sübut edir onu? Qurğanlar, daş kitabələr, qədim Çin salnamələri. Bunlar mətnə verilən faktlardır. İkinci arqumenti verib və burada bizə müddanı təqdim edib, faktı isə biz yazmalıyıq. İkinci üçün vermək olar ki, məsələn, nə deyir? Pazırlıq xalçasının tapıldığı Qurğanda qədim türklərə məxsus əşyalar olub. Bunun əşyalar nə ola bilər? Faktını verək də. Verə bilərik. Məsələn, arabadır, alaçıqdır, keçədir, yundur. Üçüncü arqumentdə hazırlıq xalçası hazırlanmaq texnologiyasına görə türk xalçasıdır və görə buna nə vermək olar? Buna fakt kimi vermək olar ki, xalçaların 360 min ilməsinin olması, yəni ən sıx toxunuşlu xalçalar türklərə məxsus olduğuna görə bu qənaata gəlinir. Sonra dördüncü arqumentdə müddəa verilib ki, yəni arqument bilirsiniz ki, sübut fakt gətirməkdir. Pazırlıq xalçasında istifadə olunan naxışlar qədim türk incəsənətinə xas ornamentlər, yəni naxışlarla bəzədilib. Faktı da onu vermək olar ki, türk məişətini, düşüncəsini, türk mifologiyasını və dini düşüncəsini əks etdirib. Və arqumentin ümumiləşdirilməsi, yəni əsas tezisin təsdiqini verək. Və bunu da belə verə bilərik də, ərazinin türklərə məxsus olması, Qurğandan tapılan əşyaların, xalçada toxunmuş ilmələrin türk məişətinə əks etdirilməsi və bir daha xalçanın türklərə məxsusluğunu sübuta yetirmiş olur. Hansı fikir fərciyyədir? Birinci izahına baxaq. Deyir ki, müəyyən bir varlıq, hadisə haqqında güman, ehtimal, sübuta yetirilməmiş mülahizə nədir? Fərciyyədir. İndi burada görək fərziyyə nəyi vermək olar? Hansı fikri vermək olar? Demək. Aha. Hə. Bir dəqiqə üzrü sayın. Hə. Demək, hansı fikri biz fərziyyə kimi verə bilərik? Bizə burada 4 dənə demək fikir təqdim olunubdur. Doğrudur. 4 dənə fikir təqdim olunub. Hansı fikri biz bir dəqiqə bu mətni biz bir dənə həmin hissəyə baxaq.
Hı -hı. Hə. Hə, demək biz hansı fikri fərziyyə kimi yürüdə bilərik? Baxaq da bura. Burada məsələn biz belə yanaşaq. Tapşırığın ilk növbədə məqsədi nədir? Məqsəd faktla fərziyyə anlayışlarını bir-birinə fərqləndirmək və fikrin inandırıcı olmasında hansının rolunun önəmli olmasını müəyyən etmək. Məsələn, C bəndində verilmiş nə yazıb? Deyir, xalçada nilüfər gülü və maral naxışları Oğuz bəylərinin sayına uyğun toxunmuşdur. Biz bunu fikrinin konkret sübutu mətnimizdə yoxdur. Güman edə bilərik ki, bu ehtimal bildirdiyinə görə bu fərziyyədir. Ancaq ərazidə türklərin yaşadığı faktdır. Çünki ərazidə zaman-zaman tapılan əşyalar, Orxun Yenisi abidəsinin aşkar edilməsi bu fikrin fakt olduğunu təsdiqləyir. Ona görə C bəndi burada nədir? Fərziyyə, yəni ehtimala uyğundur. İndi dinləmə mətni gəlir və burada siz dinləmə mətnini dinləyəcəksiniz. B və C tapşırıqlarına cavab tapacaqsınız. Buta. Azərbaycan incəsənətində, xüsusilə xalçaçılıqda ən çox istifadə edilən naxışlardan biri də butadır. Bu ornamentin mənşəyi və simvolik mənaları ilə bağlı müxtəlif fikirlər mövcuddur. Butanın formasına görə çox zaman 9 rəqəminə bənzədirlər. Geniş yayılmış fikrə görə 9 qədimdə müqəddəs rəqəm kimi qəbul olunurdu. Buna görə də butanın 9-a işarə etdiyi bildirilir. Lakin nəzərə almaq lazımdır ki, ərəb rəqəmləri təxminən 1500 il əvvəl Hindistanda meydana gəlmişdi. O zaman rəqəmlərin, eləcə də 9 rəqəminin forması indikindən çox fərqlənirdi. Butanın yaranma tarixi isə daha qədim dövrə gedib çıxır. Buta alov dilinə də bənzəyir. Ona görə də bu naxışı zərdüştülük, yəni atəşpərəstliklə bağlayanlar da var. Başqa bir fikrə görə butanın mənşəyi qədim İnyan işarəsi ilə bağlıdır. Bu işarə bir-biri ilə çal-çarpaz birləşmiş iki buta rəsmini xatırladır. Onlardan biri ağ, digəri isə qara rəngdədir. Ağ rəng xeyrin, qara rəng isə şərin rəmzidir. Qədim şərq fəlsəfəsinə görə İnyan dünyanın yaradılışının, xeyirlə şərin əbədi mübarizəsinin simvoludur. Qədim şərq və türk düşüncəsində buta nəslin davamının, ailə bağlılığının simvoludur. Küsülü buta, evli buta, ailəli buta, sevgili buta, bala buta, ana bala buta və sair növlərdən hər biri sanki ailə münasibətlərindən söz açır. Bu naxışlarda buta bir növ şəxsləndirilir. Bu naxışlar bizə ailə bağlarının önəmindən, ailə dəyərlərindən xəbər verir. Beləliklə, bizim üçün buta sadəcə bir naxış deyil, həm də həyatın, adət-ənənələrin simvoludur. Azərbaycanda butaya tamamilə fərqli incəsənət və məişət nümunələrində, xalçalarda, geyimlərdə, qab-qacaqda rast gəlmək olar. Hətta Qız qalasına yuxarıdan baxsaq, onun butaya bənzədiyini görərik. Azərbaycan aviaşirkətlərindən biri olan butanın emblemi isə həm də alov dillərinə bənzəyir. Buta naxışına başqa xalqların da mədəniyyətində rast gəlmək olar. Hər bir xalq onu müxtəlif cür mənalandırır, fərqli qəbul edir. Deməli, simvolun verdiyi mənaları düzgün anlamaq üçün həm də mədəniyyətləri nəzərə almalıyıq. Şagirdlər, siz dinləmə mətnini dinlədiniz və baxın, burada sizə verilən tapşırıq nədir?
Birinci tapşırıqda butanın rəmzlərini sadalamaq dinlənmə mətnində var idi. İkincidə isə tapşırığın şərtinə uyğun olaraq buta şəklini seçmək tələb olunur və burada da bizim dördüncü şəklimizi biz işarə edə bilərik. İlk tapşırıq haqqında mətni dinləyərək nəticəyə gələ bilərsiniz, fikirlər yürüdə bilərsiniz. Verilmiş fikirlər hansı mətnə aiddir? Yəni, danışan ilmələr yoxsa buta mətninə? Baxırıq bunlara. Demək, burada bir ikinci fikirlər, bu birinci fikir və 2, bunlar buta mətninə aiddir. 3, 4, 5-ci fikirlərdə danışan ilmələr mətninə aid olur. Yazı tapşırığına diqqət edək. Hazırlıq xalçasını təsvir edən mətn yazaq. Bu tapşırığı yazmaq üçün, belə deyək də, biz ilk növbədə hazır olmalıyıq. Yəni, uşaq, belə deyək ki, siz argumentativ, izah edici və təsviri mətnlərin xüsusiyyətlərini ilk növbədə xatırlamalısınız və buna uyğun sizə verilmiş plan üzrə təsviri mətn yazmaq sizin üçün daha rahat olacaq. Yəni, xalçanı təsvir etmək üçün sizdən, belə deyək, mətndən, xalçanın rəsmindən, dərəcədə araşdırmadan sizlər istifadə edə bilərsiniz. Və düşünürəm ki, buna uyğun mətn yazmaq mümkündür. Giriş hissədə, məsələn, mövzuya giriş edən cümlə və ya cümlələr vermək olar. Əsas hissədə, məsələn, o xalçanın görünüşü, yəni sonra onun müqayisəsini və sonda da nə üçün belə yaradılıb, məqsədi əks etdirmək mümkündür. Yəni, bunu yazacaqsınız. Sonra növbəti tapşırığımıza baxaq. Gəlir qrammatika qaydası. Sayılardan sonra isimlərin təkdə və ya cəmdə olması. Ümumiyyətlə, say nəyə deyilir? Əşyanın miqdarını və sırasını bildirir. Demək, əşya deyəndə isimdən söhbət gedir. Say ismi izah edir. Və isimdən, belə deyək, sayılardan sonra gələn isimlərin təkdə və ya cəmdə işlənməsi qaydasına baxırıq. Deyir ki, müəyyən miqdar sayılarından sonra gələn isimlər təkdə olur. Məsələn, müəyyən miqdar sayı 5, ondan sonra gələn isim şagird. 10 müəyyən miqdar sayıdır, dəftər isimdir. 2, məsələn, müəyyən miqdar sayıdır, alma isimdir. 2 almalar deyə bilmərik, 10 dəftərlər deyə bilmərik. Sonra bir sıra və bir çox qeyri-müəyyən miqdar sayılarından sonra gələn isimlər cəmdə olur. Bu sayıdan sonraki isim cəmdədir. Çox, çoxlu, yüzlərlə, minlərcə sayılarından sonraki isimlər həm təkdə ola bilər, həm də cəmdə. Çoxlu işlərimiz var. Məsələn, çox işimiz var da ola bilər. Çox işimiz var. Bu da doğrudur. Bugün çox adamla görüşdüm. Digər qeyri-müəyyən miqdar sayılarından sonraki isimlər təkdə olur. 5-6 uşaq, az tapşırıq, bir neçə jurnalist, xeyli iş, bir qədər şəkər. Sıra sayıları ilə işlənən isimlər kontekstdən, yəni işləmə yerinə asılı olaraq təkdə və cəmdə ola bilər. 20-ci əsr, 6-cı sinif, 6-cı siniflər, 90-cı il, 90-cı illər. Aydındır və bu məntiqlə yanaşmaq olur. Sonra tapşırığa baxaq. Cümlələrdə işlənmiş sayıların məna növünü müəyyən edək. Hansı sayılardan sonra gələn isim həm təkdə, həm hansılardan sonra cəmdə işlənir. Bu abidələr hələ eramızdan əvvəl 7-ci əsrdə mövcud olub. Sayıların məna növü 7-ci sıra sayıdır. Sonra bir çox qeyri-müəyyən sayıdır və 4 müəyyən miqdar sayıdır. 3-də 2 də kəsr sayıdır. Hansı sayılardan sonra gələn isimlər həm təkdə, hansılardan sonra cəmdə işlənir? Məsələn, bu bir çoxdan sonrakilər cəmdədir. Bu müəyyən miqdar sayından sonrakilər təkdədir. Kəsr sayından sonrakilər təkdədir. Bu sıra sayılarından sonraki isimlər təkdədir, amma cəmdə də işlənə bilər. Düzdür? Məsələn, 7-ci siniflər, 7-ci sinif. Aydındır. Keçirik növbəti tapşırığa. Uyğunluq. Bir çox şəhərlər, az adam, 3-4 ev, 100 insan. Hansı cümlədə sayla işlənən isim cəmdə ola bilər? 6-cı gün, piano dərslərinə gedirəm. 6-cı günlər. Hansı cümlədə sayla işlənən isim cəmdə ola bilər?
tələsməyə. 6-cı gün. 3-cü sıra. Aha. 3-cü sıra. 3-cü sıra. 91-ci ilin qışı. 91-ci ilin. Oyunun ikinci hissəsi. İkinci hissələr demək olmaz. Düzdür. Sonra 91-ci ilin qışı idi. 90-cı illər, 91-ci il. 91-ci illərin demək olmaz. Üçüncü sıralarda hansı cümlədə sayla işlənən isim cəmdə də ola bilər isim. 6-cı günlər piano dərslərinə gedirəm. 6-cı günlər. Bunu vermək olurdu. Bəli. 91-ci illərin deyə bilmərik ki, 3-cü sıralarda, ikinci hissələrdə olmuş. Elə birincisi. Cümlələrdəki qrammatik səhvlər. 19-cu əsrin 60-cı ilinin ən məşhur müğənnilərinin biridir. 19-cu əsrin 60-cı illərinin olardı. 60-cı illər. Çünki 60 ümumidir. Bir sıra məsələlər. 2 tərs keçilər. 2 tərs keçi ola bilər. Düzdür. Getdim, gördüm bir dərədə 2 kar, kör, kürkü, yırtıq, kirpi. Az adam tapılar ki, klassik ədəbiyyatı sevməsin.